Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Bugün fevral ayının 17-si, həftənin çərşənbə axşamı günü 2026-cı ildir. Son dəqiqə bir xəbərimiz var. Onu nəzərinizə çatdırırıq. Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib. Müşavirə əsasında müşavirədə İldar Əzizov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı İldar Əzizov bir çox icra hakimiyyəti başçılarına demək xəbərdarlıq və hətta töhmət verdikləri də var. Onların içində Adil Əliyev də var. Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın rayon icra hakimiyyətlərinin başçıları və şəhər kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib. Bundan bağlı News 365 az saytı məlumat yayıb. Məlumatda bildirilir ki, müşavirədə şəhər sanitar təmizliyinin və onun yaz-yay mövsümünə hazırlığının vəziyyəti, əsaslı təmir, abadlıq və yaşıllaşdırma işləri və o cümlədən qanunsuz tikililərlə bağlı məsələ müzakirə edilib. Demək, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı İldar Əzizov rayon icra hakimiyyəti başçılarının rayonlarda olan nöqsanları operativ şəkildə aşkar edib, aradan qaldırılmalı olduğunu deyib, məsuliyyət və təşəbbüskarların bugün zamanın demək tələbi olduğunu da yadda saxlamalı olduqlarını xatırladıb. İldar Əzizov Suraxanı, Qaradağ və Xəzər rayonlarında sanitar təmizlik məsələlərinin vəziyyətinin kəskin tənqid edib və bu rayonların bəzi qəsəbələrinin ümumşəhər standartlarından geri qaldığını qeyd edib. Yol verilən nöqsanlara görə Suraxanı rayon icra hakimiyyətinin başçısına töhmət, Xəzər rayon icra hakimiyyətinin başçısına isə şifahi xəbərdarlıq edilib. Şəhər rəhbəri rayon başçılarından yenilər demək yerlərdə vəziyyəti yaxşılaşdırmaq üçün təcili tədbir görülməsini də tələb edib. Töhmət alan Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək bütün çatışmazlıqların bir ay ərzində aradan qaldırılacağına söz verib. Qorxu yaman şeydir, ha. Qorxu deyəndə ki, vəzifəni itirmək qorxusu, yəni.